وعلى آله الطيبين الأطهرين المنتجبين الهداة المهديين المعصومين سيما بقية الله في الأراضين. أوصيكم ونفسي بتقوى الله يا عباد الله. السلام عليكم جميعا ورحمة الله وبركاته. Özümü və siz əziz dəyərli müminləri, inazlı qardaşlarımı və müminə bazılarımı ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah ibadətlərimizi, itaətlərimizi inşallah ali dərəcədə qəbul eləsin. Günümüz xoş, aqibətimiz xeyirli olsun. İmam Zaman əleyhissalamın zuhuru təcil olsun. Muhammed və Muhammedə salavat inayət edin inşallah. Bizim bəhsimiz davam eləyir. Bəhsi əvvəldən yada salıram ki, davamını inşallah danışaq. Bəhsimiz fəsadla, cəmiyyətdə fəsadla mübarizənin yollarıdır. Dedik ki, fəsadla mübarizənin yollarından biri budur ki, insan gərək fəsadla mübarizədə fəsadın nə qədər zərər verici olduğunu bilə. Yəni, bilgi ələ gətirə. Bilgi ələ gətirmək vacib və zəruri məsələdir. Əgər mən bir şeyi bilməsəm, bu zərəri görməsəm, ondan qaçmaram ki. Qumarbaz qumarın zərərini görməsə, ondan imtina eləyə bilmir ki. Şərab içən şərabın zərərini öz aləmində görməsə, öz orqanında onu, o fəsad törədir da insan orqanında. Onu görməsə, ondan çəkinməz ki. Gərək bilə və görə. Bilgi çox mühüm və əsas məsələdir. Amma bəzən bilgilərə mane olan bir sıra səbəblər var. Mən gərək biləm, amma mənim bilgimə bəzi səbəblər var ki, onlar mane törədir. Gərək o maneləri də biz bilək ki, bilgimizi xarab eləməsin. Məsələn, bir şey fəsaddırsa, mən onu gərək tanıyam fəsadı. O tanımağıma mane olan səbəbləri də gərək biləm ki, məsələn, bu səbəblər mənə mane olur ki, mən o bilgiyi ələ gətirə bilmirəm ki, o fəsadı düzgün formada tanıyam. Allah Teala Quran-ı Kərimdə və yaxud əziz Peyğəmbərimiz, məsum imamlar hədislərdə bəzi məsələlərdən danışır ki, onlar insanı kör və kar eləyir. İnsanı mane törədir ki, insan bilgisini aradan aparsın. Ona görə də gərək insan o bilginin vasitələrini, bilgiyə mane törədən vasitələri bilə və ondan özünü amanda saxlaya ki, əsl düzgün fəsad harada baş verdiyini insan dərk edir. Bəzən insan bu dünyada bu cürdür ki, gözü görür, amma kördür, qulağı eşidir, amma kardır. Və bir dəfə bir dənə kör keçirdi bir küçədən. Orada da bir eşikdə bir restoran var idi. Eşikdə oturmuşdular. Bir neçə dəstə orada sütlü aş yeyirdilər. Bu kör əlində bir asa var idi. Ayaq saxladı, sual elədi ki, siz nə yeyirsiniz? Nə iş görürsünüz? Bunlar dedilər, biz sütlü aş yeyirik. Bu dedi, sütlü aş nədir? Bu görməyib, kördür. Yəni, onun şəkili nə formadadır, bilmir. Dedilər ki, bu içində bunun düyü var. Bir də süd var. Bu dedi, düyü nədir? Başa saldılar ki, budur. Sonra dedi, bəs süd nədir? O da dedilər, içir. Dedi, nə rəngdir? Dedilər, o ilə ağ rəngdir. Dedilər, ağ rəng nədir? Hey, bunlar sual elədikcə, bunlar cavab verdikcə, bu yenə sual edirdi. Dedilər ki, ağ rəng elə o durnanın boğazı ki, ağıdır o cür. Dedi, durna nədir?
Dedilər ki, o durna boğazı, o əlindəki hasa var ki, başı bu cürdür. Dedi ki, durnanın boğazı elə əlindəki hasıya oxşuyur. Deyir, kör gözünü yumdu bu cür hasıyı, dedi, indi başa düşdüm süddaş nədir. Heç nə başa düşmədi. Böyle bir süddaş hasadır, dedi, indi başa düşdüm, bu nədir? Süddaş. Yəni, bəzi adam bir ömür cəhalətdə idir. O çox pisdir ki, insan elə bilir ki, bilir. İmam Baqir və İmam Sadiq əleyhissalamdan maraqlı bir dənə hədis var. Mən hədisin məzmununu istəyirəm deyəm. İnsanları bilgi nöqteyi nəzərdən 4 yerə bölür. Hədis insanları 4 yerə bölür. Deyir, birinci kateqoriya insanlar alimdilər. Onlar bilirlər, elm əhlidirlər və bildiklərindən də acahlıqlar var. Deyir, bu kateqoriyalı insanlardan itaət eləyin. Hədis belədir. Əlbəttə, hədis uzundur, mən məzmununu deyirəm hədisin. İkinci kateqoriya insanlar bilgidə deyir ki, onlar cahildilər. Cahil kimə deyilir? O kəsə deyilir ki, o bilmir. Cahil ya da bilmir. Deyir, o kateqoriyalı insanları fəalləmuh. Onlara öyrədin. Bilməyənlərə öyrədin. Onlara başa salın. Eyib deyil. Bilməyənə də deyirlər ki, sən də eyib yox da. Bilmirsən, öyrən. Burada bir eyib, qüsur, qəbahət yoxdur. Üçüncü kateqoriya insanlar qafildilər. Qafil nədir? Deyir, o kəsdir ki, bilir, amma yaddan çıxardır. Qafildən cahilin fərqi var. Cahil bilmir, qafil bilir, amma yaddan çıxardır. Bəs bununla nə iş görək? Deyir, fəəyqizuh. Hədis deyir ki, onu oadın. Onu bu cür silkəliyin. Görürsən, bəzi insan yatır, onu möhkəm oadırsan ki, qalx. Və yaxud həyatda bəzi hadisələr baş verir. Yəqizə deyirlər onu hədisdə. İnsanın ruhunu refresh edir, insanı oadır. Ki, insan, görürsən, qəflət ölümlər insanda yəqizə yaradır. 3 dostdur gedir, birdən biri öldü. Bu yəqizədir. Onu ibrət oadır. Deyir, o kəslər ki, qafildilər, onlar bilirlər, sadəcə qəflət eləyiblər. Qəflətə düşüblər. Fəəyqizuhu, onları oyandırın. Üçüncü dəstə insanlar azğınlardır. Azğınlar kimlərdir? Deyir, onlar o kəslərdir ki, azıblar. Elə bilirlər ki, bilirlər. Bilmirlər, amma elə bilirlər ki, bilirlər. Bu tərəfə gedəsidir. Saçır bu tərəfə gedir. Zəlalətə gedir. Deyir, onu hidayət eləyin. Zəlalətə. 124 min peyğəmbər gəlib, insanlara yol göstərir. İnsan bilir daha yolu, amma səhv gedir. Səhv getdiyinə görə hər nəyə ibadət eləyir. Günəşə ibadət eləyən var, aya ibadət eləyən var, bütə ibadət eləyən var, nəyə. 124 min peyğəmbər gəlib bir söz deyiblər. Ət-təvhid. Allah təkdir. Vahid və əhəd olan Allaha ibadət eləyin. O Allah ki, gözlərdən uzaq, qəlblərə yaxındır. O Allah ki, bütün qüdrət və kəmal sahibidir. Ona ibadət eləyin. Həzrəti İbrahim mübarizə apardı Nəmruddan. Həzrəti Musa Fironla mübarizə apardı. Həzrəti Yusif zindanda yuxu təbir elədi. Hamısının vahid sözü nə idi? Allah, Allah, Allah. İnsanları istəyirlər azğınlıqdan düz yola hidayət edirlər, düz yola gətirirlər, yol göstərirdilər. İndi bu gün telefonlarda navigator proqramı var. Navigator nədir? Navigator sən məqsədə gedirsən, konumu vurursa, mən hara getməliyəm, səni düz istiqamətə aparır. Əlbəttə, indi o proqramların bəziləri indi xarab olub, yəni ümumiyyətlə navigator nədir? O məqsədə, səni istəyir məqsədə düz çatdırar. Yollarda trafaretlər var, onlar nə üçündür? Görsədir, məsələn, bu tərəfə getməlisən, sən gedirsən Batuma, görsədir ki, sola dönməlisən, indi sən çəkəsən düzünə gedəsən.
Sən məqsədə gedib çıxmayasan. Məqsəddən yayınasın. İnsanları 124 min peyğəmbər gəlib ki, həm məsciddən oyatsınlar, həm də onları düz yola hidayət eləsinlər. Onları düz yola yönəltsinlər. Buna rəğmən yenə də insanlar nədir? Əyib yoldadır. Maraqlıdır, insan bilmir, amma bir ömür elə bilir ki, o bilir. Məstdir də, məst gəlib, məst gedir. Özündən xəbəri yoxdur. Amma çalışmaq lazımdır. İnsanları bilgilərinə mane törədən səbəbləri demək, düşünmək və əməl eləmək. Biz gərək bilək fəsad nədir? Amma bizim bilgilərimizin qarşısında bəzi məsələlər dayanır ki, o mane törədir. O maneələrdən biri nədir? Aleykümselam. O maneələrdən biri nədir? Biri budur ki, yalancı şiddətli məhəbbət. Bu bəzi vaxt insanın bilgisini mane törədir. Hədislər gəlir, məzəmmət eləyir, qınıyır. Əziz Peyğəmbərimizin bir dənə hədisi var. Hədis şərifdə buyurur: "Hubbukeş-şey yu'mi və yusim." Deyir ki, bir şeyi şiddətli şəkildə sevmək insanı kar və kör eləyir. Kördur insan. Eşq onun gözlərini bağlayıb. Baxmır nəyə məhəbbət edir. Yalançı məhəbbət onun gözlərini kör eləyib. Ömər Səd gəldi Kərbalda İmam Hüseynin qarşısını kəsdi. Niyə kəsdi Ömər Səd İmam Hüseynin qarşısını? Çünki Yezid ona Rey şəhərinin postunu vəd eləmişdi. Yezid demişdi ki, sənə Rey mülkü veriləcək. Rey mülkünün eşqi, məhəbbəti, o taxt, tac, post bunun gözünü kör və kar eləmişdi. Kimin qarşısında kimə qılınc çəkdiyini görmürdü. İmam Hüseyin əleyhissalam Aşura günü ona neçə dəfə moizə elədi. Dedi, Ömər Səd, bilmirsən mən kiməm? Ömər Səd, bilmirsən məndən mübarizə aparırsan? Mən Peyğəmbərin nəvəsiyəm, mən Əlinin oğluyam, Zəhranın balasıyam. Sən bilmirsən mənim haqqımda Peyğəmbər nə deyib, nə buyurub? Nə üçün bu işi görürsən? Dedi, Rey. Dedi, vallah, Reyin bir buğdası sənə nəsib olmayacaq. İmam Hüseyin neçə dənə qeyb xəbərlər verib Kərbalada. Biri də o xəbərlərdən idi ki, Ömər Səd dedi. Dedi, kör olma, Rey şəhvətindən gəlibsən ki, sənə mənim başımın qarşılığında Rey mülkü veriləcək. Dedi, vallah, Reyin bir buğdası sənə nəsib olmayacaq. Mən and içirəm və sənə zaminəm ki, tövbə elif qayıtsan, səni özümdən cənnətə aparmağa Allahla zəmanət götürmüşəm. Tarixi gedin, açın, baxın, oxuyun. Ömər Səd bu işindən yayınmadı. Maneələr oldu. Sonda nə oldu? Reyin İmam Hüseynin başını gətirəndə, Reyin qarşılığını istəyəndə bir hadisə baş verdi ki, bunu atdılar çölə. Nəinki Rey mülkü, ümumiyyətlə bunu sistemindən, dövlət sistemindən uzaqlaşdırdılar. Bəzi məsələlər baş verdi. Olmadı da. Nə ona Rey nəsib oldu, nə də keçmiş postunda qalmadı. Amma nədir, görürsən, bəzən bir dənə yalan məhəbbət, yalan eşq insanın gözünü kör eləyir və insanı haqdan uzaqlaşdırır, qoymur insan həqiqəti bilə ki, ondan istifadə eləyir ki, fəsada düşmür. Əmir-əl-Möminin bir gözəl hədisi var, buyurur, mən aşiqə şeyən əşə bəsarahu. Bir insan bir şeyə aşiq olsa, onun gözləri görməz, gözləri heç nə görmür. Cavan oğlandır, beyni qanlıdır, gedib bir ailənin qızına aşiq olub ki, o bunluq deyil. Nə həyat tərzləri bir deyil, nə yaşayış tərzləri bir deyil, nə səviyyələri bir deyil, yerdən göy qədər səviyyələri fərqlidir, amma kör olub. Deyir, mən iki ayağını bir başmağa diriyib, deyir, mən bundan evlənməliyəm, mən bunu almalıyam. Bu ya olacaq, ya olmayacaq.
Ya bu mənim həyatımda var, ya mən ümumiyyətlə həyatda yoxam. Görürsən, bəzi axmaqlar hətta canına belə qəsd eləyir, kəndiri salır, boğazını özünə asır. Buna nə deyil? Biz baxanda deyir, bu dəli olub. Başı qaçıb bunun, ağlı azalıb. Bir qızdan ötəri bu boğazına kəndiri salıb özünü asır. İndi biz o bilmirik ki, onun gözü kordur da. Və yaxud bəzən görürsən belə gözəl, boylu, puxunlu, belə şəkilli, heykallı, qəşəng oğlandır, gedib bir nəfərdən evlənir, ona yemir də, o çox fərqləri var. Bir dəfə bir nəfər çox dastan eşitmişdi, Məcnunla Leylinin dastanını, elə deyirdi, görən Allah, bu Leyli kimdir görən, cəmala malikdir ki, Qeys, Məcnun olub, bunun eşqi, bunu çöllərə salıb, axılını azaldıb, qulağını çar, gözünü kör eləyib. Araq axtardı, soraqladı, gəldi, yetişdi. O Leylinin küçəsinə dedilər, bu evdə yaşayır. Gözlədi, gördü bir dənə bir ev. Eybəcər bir xanımdır, öyle belə səndən gözəlliyi zadda yoxdur. Belə, budur Leyli. Dedilər, budur. Dedi, bu doğrudan bu dəli olub, yoxsa özünü mü dəliliyə vurub və bundan ötər mi dəli olub bu? Bunun nə gözəlliyi var, nə bu, o gözəlliklər ki, mən ağlımda tərsim eləmişdim, heç biri bunda yoxdur. Gəldi Məcnunun yanına, dedi, ay dəli, Məcnun dəli deməkdir, Məcnun, ərəb kəlməsi də Məcnun dəli. Dedi, ay dəli, sən mən getdim, öz məşuqunu gördüm, bu nədir axı sən düşübsən? Məcnun dedi, bəli, mən dəliyəm. Mən dəliyəm də, ona görə mən Məcnun deyirlər. Dedi, bəli, sən doğrudan dəlisən. Dedi, yox, sən onu öz gözündə görürsən. Sən gərək onu gərəsən, mənim gözümdə görəsən. Mənim gözlərimlə baxasan ki, sən məni kimi Məcnun olasan. Bu cür həyat belədir. Yalançı eşq bəzən insanı haqdan yayındırır, insanı kar və kör eləyir. İkinci məsələ ki, insanı haqdan yayındırır, o inatkarlıqdır. Adam bilir ki, bu haqdır. Amma inadı, inat damarı onun yol vermir ki, qürurunu sındıra da bu haqdır. İnatkarlıq eləyir. Əbu Cəhil kim idi? Əbu Cəhil o kəs idi ki, Peyğəmbər də sona qədər dirəşdi də. Peyğəmbər də sona qədər dirəşdi. Amma Peyğəmbərin qohumlarından idi. Amma çox ləzzbaz adam idi, inatkar adam idi. Və bir dəfə Peyğəmbər Məkkənin küçəsindən gedirdi, birdən-birə Əbu Cəhil özündən asılı olmayaraq Peyğəmbəri qucaqladı, bağrına bastı, birdən öz-özünə ayıldı, mən nə iş görürəm, uzaqlaşdı, dedilər, sən müharibə apardığın Məhəmməddən niyə bu cür görüşdün? Allah! Qayıtdı orada bir söz dedi. Dedi, inni a'ləm ən ma yəqulu Muhammed haqq. Salavat inayət edin inşallah. Dedi, mən bilirəm, o həqiqəti deyir, o Peyğəmbər yalan söz danışmaz. Amma ömrünün axırına qədər Peyğəmbərə nədir? İman gətirmədi. Əbu Ləhəb bilirdi Peyğəmbər kimdir. Tanıyırdı Peyğəmbəri. Çünki Peyğəmbərin nəslindən idi bunlar. Bilirdilər Peyğəmbər kimdir, nə cür insandır, doğru, dürüst, düz danışan. Amma içərilərindəki o qürur, inatkarlıq yol vermədi ki, onlar Peyğəmbərə iman gətirsinlər, Peyğəmbərin kənarına dursunlar. Axırda o qədər Peyğəmbər də mübarizə apardı ki, Allah Quranda işə qarışır, ayə göndərir. Təbbət yəda Əbi Ləhəbin və təbb. Məsəd surəsində deyir ki, Allah özü qarğıyır, Əbu Ləhəbin əlləri qırılsın. Əlləri qırılsın Əbu Ləhəbin. Gör, bu Peyğəmbərə nə qədər çətinlik vermişdi ki, Allah Teala bizzat özü ona nədir? Nifrin eləyir. Və Quran-ı Kərimdə o ayə mövcuddur. Bu nədən irəli gəlir? İnsanın inatkarlığı bəzən qoymur insan həqiqəti görə və fəsaddan çəkinir. Filan kəs deyib, o dediyinə görə mən bu işi görməyəcəm. Filan kəs deyib,
Sən qumarxanaya getmə. Deyir, bilirəm qumarxana pisdir, yaxşı yerdir, amma o deyib gedirəm. O deyib gedirəm, inadkardır. Elə bilir ki, ona inad eləməkdən nəsə qazanır. Xeyr, öz aləmini yandırır və axirətini cəhənnəmə çevirir. Üçüncü məsələ uzun-uzadı arzulardır. Bunu da deyirəm söhbətimi, inşallah tamamlayıram. Salavat yandırır Muhammed və Muhammed. Bəzən uzun arzular insanı haqdan yayındırır. Qoymur insan həqiqəti olduğu kimi görə. Hədisdə var, Əleyhissalamdandır, fikir edirəm hədis. Bəli, Əleyhissalamdandır hədis. Buyurur ki, gərək insan həyatda neçə növ məstlikdən ayrılsın. Məstlik biz ancaq elə bilirik ki, dünya həyatında bir kəs şərab içdi, məst oldu. Heroin istifadə elədi, məst oldu. Yox, bəzən həyatda da bəzi şeylər insanı məst eləyir, insanı kar və kör eləyir. Onlar biri nədir? Onlardan biri cavanlıqdır. Cavanlıq insanı məst eləyir. Qolunda qüvvə var, əyğində qüdrət var, şəkli şimaylı var. Cavanlıq abu havası başındadır. Elə bilir ki, budur dünyada. Məstdir. Bir də gözünü açır, baxanda görür ki, 16 yaşı var, zindandadır. Bir də baxır ki, 18 yaşı var, iflic oldu. Məstlik apardı, bunu hara qədər çıxartdı. Onu ayıltmaq lazımdır, onu əlindən tutmaq lazımdır. Bugün biz axır zamanlarıq, cavanlar təhsildən uzaq düşüb, elmdən uzaq düşüb, savaddan uzaq düşüb. Yeni yetmələr pərakəndə vəziyyətləri, sosial şəbəkələr insanları məhv eləyir. Birinci cavanlıqdır, ikinci qüdrətdir, qüdrətdə məstdir. Bəzi vaxt insanın qüvvəsi, qüdrəti çox olanda ahil-mahil olur, məst olur. Elə bilir ki, budur da, qüvvəli budur, eşitmir, hamı istəyir əzə ki, qüvvəsini nümayiş elətdirər. Və yaxud mal məstliyi də var. Bəzən insanın malı, pulu o qədər çoxdur ki, dəli divan olur, məst olur. Sokratdadır. Bu məstliklər çox zaman aparır ki, insanı ayıldı. İnsan şərab içsə bir günə sonra ayılır. Bir neçə saat sonra ayılır. Amma mal məstliyi bir ömür, o bankrot eləyənə qədər onu oynadır. O ayıltmır. Uzun-uzadı arzular, uzun-uzadı xəyallar, uzun-uzadı proyektlər, uzun-uzadı xəyallar, uzun-uzadı düşüncələr, proyekt qurur, bunu belə eləyəcəm, onu elə eləyəcəm. Həyat budur. Düzəldir, tikir, Allah hər kəsin özünə nəsib eləsin. Nümunələrini çox görübsünüz, çox görmüşük. İmarat tikir uzun müddət, çalışır. Proyekt düzəldir, bağ düzəldir, bağça düzəldir. Burada mən yayda çay içəcəm, orada hovuz düzəldir, qışda orada çiməcəm, burada nə düzəldir. Uzun müddət tərdən qabaqdan çıxıb onu düzəldir. İş tamam olub, evə köçdüyü zaman içində görsə heç bir il yaşaya bilmir. Bu nümunələri çoxdur görmüş. Tikib, düzəldib, uzun zaman, uzun çətinlik, uzun xəyallar, amma çata bilmir. Ömür ona icazə vermədi. Məst gəldi, məst getdi. Allah sənə and verir İzzət və Cəlalına. Bizi cavanlıq məstindən, qüdrət məstindən, mal məstindən özün çıxart, yəqizədən bizi ayıld, fəsadı tanımaqda bizə yardım elə, tanımağa mane olan səbəbləri aradan apar ki, nə pul, nə mal, nə qüdrət, nə cavanlıq bizi Allahdan, bəndəçilikdən uzaqlara salmasın. Cavanlıqdır, bir zaman insan qocalacaq, o gözəlliyi itəcək. Sağlamlıqdır, bir zaman Allah hər kəsə daimi sağlamlıq nəsib eləsin. Həyatda da hər şey olur. Bir də görsən, xəstəlik gəldi. Yaxşısın, sən nə oğlan idin, boyun, qolların nə, indi nə düzə olub. Şüf da, xəstəlik saldı da bunu. Görürsən, bəzi xəstəlik var, insanın sifət cizgiləri də dəyişir.
Allah inşallah həm sağlamlığımızı, həm qüdrətimizi inşallah öz yolunda xərc eləməkdə, bəndəsilikdə Allah bizə tövfiq nəsib eləsin. Salavat etmək. Bismillahirrahmanirrahim. Vəl əsr innəl insana ləfi xusr illellezine amanu və amilus salihat və təvasav bil haqqi və təvasav bis sabr. Sallu alə Muhammed və